İndi hər yerdə eşitirsiniz ki, gəlin təbiəti qoruyaq. Kimdən qoruyaq təbiəti? Fikir verirsiniz, meşədə nələr yazırlar. Marallardan ehtiyatlı olun. Niyə? Ona görə ki, marallar vəhşiləşib və adamı dırmaşırlar. O da eşitmişəm ki, müdürümüz gedib səhər tezdən meşəyə ova. Minib Mercedesinə meşəyə tərəf gedir. Necə şassiyə təsadüfən maral şığıyır. Kəllə-kəlliyə, Mercedes xurtxeşil oldu. Maralın boynuzu sındı. Səhər hamımıza şad xəbər dedilər. Müdürümün boynuzu çıxardı. O gün gedirəm mən meşəyə, tək getməyim, darıxmayım deyəm, bir daha radionu salladım boynuma, başladım meşədə zülçə gəzməyə. Bir gördüm, ağacdələn döyəşləyir. Dedim, ağacdələn, ay ağacdələn, mənim ömrümə nə qədər qalır? Qeyd günü, şəşəsə pis etmə minutu. Vay, 80'li medim, ucun ömrümə bu das qalıb. Demək, radioda danışır. Deyirlər ki, qaban sənin dostundur. Hər yerdə yazılır, qaban sənin dostundur. Televiziyada deyirlər, qaban sənin dostundur. Yaxşı, mən bildim, qaban mənim dostumdur. Qaban da bunu bilməlidir, yoxsa yox. Meşədə gezdirəm, özüm gördüm 3-4 tane qaban özü üçün oynayır. Mən də geçirdim 3-4 tane daş başladım qabanı tərəf atmağa. Bir dənə daş, 2 dənə daş, biri düz getdi yine qabanı gözümdən. Bir gün qaban baxdı mənə. Bir də gülüm məndən haça yerlənib gəlir mənim üstümə. O qaçıb mən qaçmışam, o qaçıb mən qaçmışam. Bir başda evəcə dalınca qaçıb. Bloka girdim elə, burnunun ucunda qapını liftim, bağladım, qaçdım yuxarı. Tez gedib içəri höynək, elə tezcə sakit olmuşum, gördüm vaxtı qapı döyülür. Vaxtı qapı döyülür, aləm deyici bilmir. Görüm ala qapı yerindən çıxır. Dedim vaxtı bu içəri girsə evə alt üst edici. Neyim, keçdim kunuya. İri bir daha çüyün tava götürdüm. Qapını açdım, gözümü yumdum, daran başından bir dənə. Vay. Demə bizim arvatdı bazardan gelmiş. İçəri dolu olduğuna kabloku ilə döyülmüş qapını. Tez getirdim, su getirdim, içlədim, yaxşı arvad dur ayağa, yaxşı dur ayağa. Yaxşı qutardı dur ayağa da, Mən elə bildim çöl donuzusan gəlir. Dedi, mənə deyirsən çöl donuzuyu, ay ev donuzuyu. Ya balıq oğumundan yaxşıdır. Keçəlime gör balıq oğunda başıma nə gəlib. Elə səhər sübhdə getdim, sakitlik, çay qırağında tilo atdım, yandım. Bir 15 yıl sonra dartdım, gördüm, tilo gəlmir. Gördüm, əlbət, qırmaq ilişib suyun altında çıxmır. Dedim, nəsə lazımdır da. Gördüm, heç kəsi yoxdur, baxan yoxdur. Soyundum Lüsanadan gəlməz. Heç kəsi yoxdur, səhərdir. Kim baxır? Soyundum, girdim suya. Qırmağı çıxartdım. Gəldim, çıxanda gördüm, baxsın. Paltarlarımı oxlayıblar ki. Əvvəlcə özümü itirmədim, dedim, əşyəyə görüşədə olan şeydir. Tez getdim, sveji yarpaqlardan. Beldən aşağı özümü bir dənə yufqa düzətdim. Bir dənə ağacı aldım əlimə, üzümü torpağı sürtdüm, başladım qara həbəşlər kimi vağzala qaçmağa. Bir baş elektrik çıxan içinə girdim. Elektrik çıxanda gördüm ki, cəmaat mənə bir təhər baxır. Biri dedi, ya xaricdən gələndir, ya da dəlxanda indi qaçıb. Bir dənə də qocarma təl qatdı. Kül başımı, yerə soxum səni, kül görsün. Yerə soxum, gör görsün, utanmır. Özdə bir Səlmandır, kül başı. Elə bu var. Elə bu var. Sən demə, mənim bəxtimdən bir qoca arvad. Sən demə, mənim bəxtimdən bir qoca arvad yanında keçi yaparırdı. Günorta vaxtı ola, abed vaxtı ola. Günorta vaxtı ola, abed vaxtı ola. Təzə dərilmiş yarpaq ola. Təzə dərilmiş yarpaq ola, ac keçi ola. Mən külbaş, pəncəliyə bayra baxıb uymuş olam. Keçi eləyim məni lütanadan gəlmə. Ah balalı balam vay, lüt qalan canım vay. Mən də bir-birinci qaçmışım. Arvad qapını üzüm açanda gözü kəlləzdə çıxdı. İraq olsun kişi. Kişi ömrü
ömrümdə birinci dəfə səni bu bitdə görürəm. Hardan gəlirsən belə bu bitdə? Dedim, Arvad, balıq ovundan gəlirdim. Dedi, hə, balıq ovundaydı. Yəni o Slotkovun yanındaydı. Deyirəm, Arvad, qulaq gör necə oldu. Elə suya girdim, elə qırmağı tezə boşaltdım ki, elə çıxdım tezcə soyunmuşum ki, əri gəlib çıxdı. Deyirəm, Arvad, qulaq ki, mən balıq ovundu, deyirəm, hamısını yaxşı başa düşürəm. Amma sənin plan şöbəsindəki o Slotkovun qorqabırğası sındırmasam atama nərəm. Hə, bu da təbiət, kül mənim başım.